İnşallah bloka düşən növbəti sualın izahına baxaq. Verilən qrafikə əsasən düz xəttin tənliyini soruşur. Yazıram y bərabərdir kx plus b. Bu bizim düz xəttin tənliyi. Xətti funksiya. Burada bax, y-in oxunda dayanan 3-dür. Yəni 3, x-imiz neçədir? -2. -2. Buradan biz bucaq əmsalına baxsaq, bax 135 dərəcədir. Yəni tangens alfa 135-dir. Çevirmə üsulunu tətbiq etsəm, alfa burada neçə olacaq? -1. Deməli bizim bucaq əmsalımız -1-dir. Burada tətbiq etsəm, y bərabərdir -x plus b olacaq. Və bizim funksiyaya əsasən bu nöqtələri gətirib yerinə yazsam, b-ni taparam. Y-in qiyməti budur, x-in qiyməti budur. Yəni 3 bərabərdir mənfi vurulsun -2 plus b. 3 bərabərdir 2 plus b. Buradan b-ni neçə tapıram? 1. Deməli bizim funksiya necəymiş? Y bərabərdir -x plus 1. Vəssalam. Cavab olacaq y bərabərdir -x plus 1 D bəndidir. Doğru cavab D bəndidir.